Bakının üstü kimi elə altı da tıxacdır. Demək olar ki, ortalama hər bir sürücü gününün 3-4 saatını tıxacda keçirməli olur. Arada imkan tapıb özünə vaxt ayırıb ticarət mərkəzlərinə ya dincəlməyə, ya da hər hansı bir işini görməyə gedirsənsə, artıq orada da tıxaca düşüb əsəblərini tarıma çəkməli olursan. Mənzərə 28 Mall ticarət mərkəzinin dayanacağıdır. Video göndərən vətəndaş deyir ki, 1 saatdan çoxdur ki, qapalı məkandan çıxa bilmirlər. Cavabdeh şəxslər isə maraqlanmır. Həqiqətən də acınacaqlı durumdur. Görəsən Bakının probka xəstəliyi nə vaxt sağalacaq? Bu gedişlə heç vaxt. 28 Mall rəhbərliyinə gəlincə isə vətəndaşlara hücum çəkib yaranan problemi işıqlandırmağa mane olmaqdansa gördüyünüz mənzərəyə necə deyərlər, bir əncam çəksələr yaxşı olardı. 28 Mall'un parkovkasıdır. Çox acınacaqlı bir vəziyyətdir. Təxminən 1 saata yaxındır ki, burada dayanmışıq, hərəkət yoxdur. Rəhbərlik də bu barədə tədbir görmür. Çox acınacaqlı bir vəziyyətdir.